Bilirsiniz ki, bugün cümə günüdür və bizim cümə günü ənənəvi bir rubrikamız olur. Oxumağa dəyər rubrikası və artıq bizim dəyərli həmkarımız Mürşid müəllim də buradadır. Mürşid müəllim, sabahınız xeyir olsun, xoş gördük sizi, necəsiz? Sabahınız xeyir olsun, Aynur xanım, Firuz bəy, xoş gördük sizi. Necəsiz? Təşəkkür edirəm, əla, çox gözəl. Siz necəsiz? Biz də yaxşıyıq. Görək, bugün nədən danışırıq? Hansı kitabdan danışacağıq? Bugün biz Maqsud İbrahimbəyovun yaradıcılığından toxunacağıq. Onun bildiyimiz ki, çoxlu əsərləri var, onlar ekranlaşdırılıb və bugün söhbət eləmək istədiyim əsər Müharibənin 1001-ci gecəsi adlanır. Yəqin ki, tamaşaçıların çoxu onun filminə baxıblar. Filmi isə Bizim Cəbiş müəllim adlanır. Çox məşhur filmimizdir. 1969-cu ildə rejissor Həsən Seyidbəylinin çəkdiyi bu filmdə çox böyük aktyorlarımız rol alıblar. Süleyman Ələsgərov, Şəfqə Məmmədova və digər böyük aktyorlarımız. Və bu film əlbəttə o qədər sevilib ki, oradan olan sözlər statlara çevrilib, qanadlı sözlərə çevrilib və hər birimizin yəqin ki, xatirindədir oradakı istifadə olunan o sözlər. Və o hekayəyə dönmək istəyirəm ki, əgər filmə diqqətlə baxsaq, orada bir səhnə var ki, Cəbiş müəllim sinifə girəndə lövhədə təbaşirlə bir dovşan şəkli çəkilir və bu da təsadüfi deyil, çünki əsərdə hekayədə çox maraqlıdır ki, Cəbiş müəllim adına mən rast gəlmədim. Orada müəllif ona dovşan deyə müraciət edir. Bu ləqəbin yaranmasında çox maraqlı və gülməli bir səbəbi var. Deməli, günlərin bir günü axşam evə qaydanda Cəbiş müəllim biraz keyfi kök olur, yorğun olur və onun həyat yoldaşından dovşanlar üçün bişirdiyi tərəvəzləri, yerkökü, çuğundur, onu oturub hamısını yeyir. Və səhər-səhər həyat yoldaşına irad bildirir ki, sən gör nə vəziyyətdə olmuşsan ki, bu tərəvəzləri yemisən. Amma buna baxmayaraq Cəbiş müəllim boynunu almır, deyir, yox, mən səhv eləməmişəm, sadəcə mənim könlüm tərəvəz istəyir. Və bu hekayəni uşaqlar gelib məktəbə danışandan sonra təbii ki, məktəblər arasında ona bu ləqəb, dovşan ləqəbi qoyulur. Amma əlbəttə ki, bütün buna baxmayaraq Cəbiş müəllimi məktəblilər, uşaqlar çox sevirlər. Ümumiyyətlə, əsər özü həm film, həm kitab 2-ci Dünya müharibəsinə həsr olunur. Bakının vəziyyəti, o zaman insanların yaşayışı çox çətin dövr olub, aclıq, ərzaq çatışmazlığı, müharibə olan yerlərdən belə deyək, insanların axını, qaçqın axını. Amma bütün bunlara baxmayaraq insanlar necə bir yerdə mehriban yaşayıblar. Ümumiyyətlə, Maqsud İbrahimbəyovun əsərlərində o vaxt ki, həm müharibə vaxtı, həm müharibədən sonraki vaxtlar Bakı həyatı, o insanların həyatı çox gözəl təsvir olunub. Burada söhbət ondan gedir ki, ümumiyyətlə o vaxtı əsər yazanda həm rejissorun, həm ssenari müəllifinin xatırladım ki, həmin Bizim Cəbiş filmi, deməli, Bizim Cəbiş müəllim filminin ssenari müəllifi də Maqsud İbrahimbəyovdur. Onlardan cəsarət tələb olunurdu. Çünki filmdə belə bir səhnə var ki, qəhrəman deyir, Muxtar Maniyevin qəhrəmanı deyir ki, bu müharibədə Azərbaycan neftinin önəmindən danışır və deyir ki, döyüşdə olan hər 1000 tankdan 700-ü, uçan təyyarələrin 1000 təyyarədən 700-ü məhz Azərbaycan neftinin yanacağının hesabına uçur, hərəkət edir və bu cümlələr əlbəttə ki, Sovet rəhbərliyinin xoşuna gəlmirdi və onlar rejissoru dəvət edib Moskvaya bunu oradan çıxartmaq istəyirdilər. Amma çoxlu danışandan sonra, çoxlu irad bildirəndən sonra nail olur ki, Həsən Seyidbəyli, deməli, həmin o hissəciklər filmdə qalsın. Filmdə daha bir maraqlı personaj var, Makedon personajı. Onu da qeyd edim ki, əsərdə ona aid ayrıcı hekayə var. Qonşumuz Makedon adlanır və əslində Makedon obrazının tapılması da çox maraqlıdır. Belə hətta rəvayət gəzir ki, bir dəfə rejissor bulvarda gəzərkən bir nəfər oğlan görür və ona yaxınlaşır, deyir ki, gəl sənlə nərd oynayaq. Və özünü təqdim edir ki, mən rejissoram və həmin oğlan da ki, Aqil Ağacanov olur və o deyir ki, oynayaq, amma sən rejissorsan, əgər mən utsam, sən məni kinoya çəkərsən. Həsən Seyidbəyli gülümsüyür və onlar oynayırlar. Nərddə deməli rejissor məğlub olur və Aqili çağırır kastinqə, belə deyək. Və çağırandan sonra deyir ki, mən əslində sənə birinci dəfə baxanda o obraz, o tipaj mən bəyəndim və bildim ki, Makedon rolda məhz sən oynayacaqsan. Daha bir maraqlı faktordan ibarətdir ki, və rejissorun və ssenari müəllifin deməli cəsarəti, bildiyimiz kimi o vaxtlar meyxana efirdə, xüsusən kinolarda səslənmirdi, ona icazə vermirdilər. Amma burada hamının yadında qalıb ki, çağırsa ellər gedirəm davaya, olmayan dilbər gedirəm davaya meyxanası belə hissə səslənir. Deyilənə görə əvvəl elə bilirdilər ki, bu meyxananın müəllifi Əliağa Vahiddir. Amma araşdırmaçılar araşdırıblar və belə bir qənaətə gəldilər ki, əslində bu meyxananın müəllifi Maşrağada yaşayan Molla Məhəmməddir. Və o sözləri deyəndən sonra onu həmin filmə əlavə eləyiblər.
Ümumiyyətlə, Maqsud İbrahimbəyovun yaradıcılığından danışanda biz dedik ki, Bakı və Abşeron bağlarından da çox o gözəl yazıb, yaradıb. Onun haqqında deyə bilərəm ki, 2012-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına onun namizədliyi verilib hətta və onun yaradıcılıq mərkəzi hal-hazırda İçəri şəhərdə fəaliyyət göstərir. Mən özüm də orada dəfələrlə olmuşam və onun çox gözəl kitab kolleksiyası, çox gözəl şəkil kolleksiyası var və bir maraqlı kolleksiya da var. Əməli başlı böyük bir otaqdır, silah kolleksiyası. Orada qədim və müasir silahlar var, təsvir olunur və mən tövsiyə edirəm ki, İçəri şəhərdə gəzməyə gedəndə onun muzeyinə də baş çəksinlər. Mən fikirləşirəm ki, bugündür bu qədər. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatını, həm də ki, Maqsud İbrahimbəyovun kitablarını oxumaq çox xoşdur və bütün tamaşaçılara da ona tövsiyə edirəm. Təşəkkür edirik. Çox sağ olun. O qədər maraqlı, o qədər gözəl danışdınız ki, kitabı oxumuram açığı, amma filmə təbii ki, hər birimiz baxmışıq. Bizi də Allah öldürsün, səni də, Hitleri də falan. Və mən bir maraqlı fakt deyə bilərəm ki, o mənim özüm üçün maraqlıdır bu təbii ki. 49 nömrəli məktəbdə çəkilib, Səbail rayonunda, Bayılda. Mən özüm də orada böyümüşəm, o məktəbi tanıyıram. Parkın içində olan məktəbdir. Kimlər ki, oxumayıb bizim kimi hər birinizi bu kitabı oxumağa da dəvət edirik. Film özü isə təbii ki, Azərbaycan filmləri arasında şedevr deyə biləcəyimiz filmlərimizdən biridir. Mürşid müəllim, təşəkkürlər sizə, çox sağ olun. Və kitab haqqında o qədər maraqlı danışdı ki, yəqin ki, kitabı əldə edib oxumaq istəyənlərin sayı çox olacaq. Bu məlumatları əldə edəndən sonra, eşidəndən sonra